Sənət mənim üçün fikrin formaya düşməsidir. Daxildə yaranan düşüncənin və hissin materiala çevrilməsidir. Əgər bir işdə fikir yoxdursa, bu sadəcə olaraq görüntüdür. Yaradıcılıq prosesi mənim üçün ideya ilə başlayır. Bu ideya bəzən bir hissdən gəlir, bəzən konkret bir mövzudan, musiqidən, yaddaşdan, milli elementlərdən. İdeya yaranan kimi mən onu inkişaf etdirməyə başlayıram. Çünki ilkin hiss ən səmimi nöqtədir və bütün proses onun üzərində qurulur. İlk mərhələ eskiz mərhələsidir. Burada ideya artıq vizual formaya düşür. Siluetlər qurulur, formalar müəyyənləşdirilir və geyimin ümumi istiqaməti yaranır. Daha sonra material üzərində düşünməyə başlayırıq. Mənim işlərimdə parça seçimi hazır materialdan ibarət olmur. Biz bir çox hallarda özümüzə məxsus parçalar hazırlayırıq. Xüsusi dizaynla, xüsusi rəng həlləri ilə işlənmiş parçalar istifadə olunur. Bu, geyimin fərqliliyini və unikallığını təmin edən əsas elementlərdən biridir. Eyni zamanda milli elementlərdən ilhamlanaraq yeni həllər yaradılır. Məsələn, kəlağayı motivləri üzərində işləyərək onları müasir dizayna uyğun şəkildə yenidən qururuq. Bu artıq hazır elementin istifadəsi deyil, onu yenidən düşünmək və yeni formaya salmaqdır. Parça və rəng seçimi tamamlandıqdan sonra konstruksiya mərhələsinə keçirik. Burada artıq ideya real formaya çevrilir. Kəsimlər edilir, formalar qurulur və geyimin oturuşu yoxlanılır. Bu mərhələdə çox vaxt dəyişikliklər edilir. Çünki kağız üzərində olan fikir realda fərqli görünə bilər.
daha sonra detallarla işə başlayır. Mənim üçün detallar çox vacibdir. Çünki geyim xarakteri məhz detallarda yaranır. Əl işi prosesin ən əsas hissəsidir. Bədii tikmə, batika, qurama və digər manual işləmələr geyimə dərinlik və dəyər qatır. Bəzən bir detal üzərində saatlarla işlənilir. Hətta eyni detal bir neçə dəfə yenidən hazırlanır. Çünki məqsəd sadəcə gözəl görüntü deyil, dəqiq və düşünülmüş nəticədir. İlk olaraq bədii tikmə əl işi geyimin hazırlanması üçün rəssam tərəfindən hazırlanacaq naxış geyimin üzərinə çəkilir. Daha sonra isə bədii tikmə ilə məşğul olan sənətkar xanımlarımız işə başlayırlar. Əvvəlcə naxış işlənəcək hissə pərçimlənir, daha sonra naxışa uyğun saplar və rənglər seçilir və konturlama işi ilə bədii tikmə prosesinə başlanılır. Bədii tikmə işi müxtəlif texnikalar, burma texnikası, zəncirvari və digər üsullarla hazırlanır. Bəzi hallarda geyimin müəyyən detalları əvvəlcə dərzi tərəfindən hazırlanaraq ülgü formasında əl işi görən xanımlara təqdim olunur. Onlar həmin hissələr üzərində bədii tikmə və digər əl işlərini tamamladıqdan sonra yenidən dərziyə təhvil verilir. Bundan sonra dərzi bütün hissələri birləşdirərək geyimin tikiliş prosesini davam etdirir və onu yekun formaya gətirir.
Rəssamımızla ilkin müzakirələr aparıldıqdan sonra ideyalar daha da konkretləşdirilir və seçilən sulyetlər, eləcə də naxışlar texniki eskiz formasında hazırlanır. Bu mərhələdə artıq hər detal üzərində düşünülür, kompozisiya qurulur və geyimin ümumi vizual həlli müəyyənləşdirilir. Daha sonra rəssam həmin naxışları daha peşəkar və detallı şəkildə işləyərək onların ülgülərini və qəliblərini hazırlayır. Hazırlanan bu qəliblər diqqətlə parça üzərinə köçürülür. Parça üzərində bütün elementlər dəqiq yerləşdirildikdən sonra iş növbəti mərhələyə keçir və artıq sənətkarlara təhvil verilir. Əgər dizaynda birbaşa rəssam işi nəzərdə tutulursa, yəni parça üzərində əl işi rəsm işlənəcəksə, bu zaman xüsusi diqqət uyğunlaşdırılmaya yönəldilir. Seçilmiş parça ilə sulyetin forması, eləcə də çəkiləcək rəsmin rəng palitrası bir-biri ilə harmoniyada olmalıdır. Bu uyğunluq həm estetik görünüşü, həm də ümumi dizaynın bütövlüyünü təmin edir. Bütün bu hazırlıq mərhələlərindən sonra rəssam parça üçün xüsusi hazırlanmış akril boyalarla işə başlayır və hər bir detal üzərində incəliklə işləyərək dizaynı canlı və unikal bir sənət əsərinə çevirir. Növbəti mərhələdə artıq dərzi ilə iş prosesimiz başlayır və bu mərhələ ümumi istehsalın ən vacib hissələrindən birini təşkil edir. Dərzi ilə işimiz paralel şəkildə əl işi ilə məşğul olan xanımlarla inteqrasiya olunmuş formada davam edir. Bu prosesdə bütün mərhələlər bir-biri ilə sıx əlaqədə qurulur və hər detal üzərində xüsusi diqqətlə çalışılır. Eskizi hazırladıqdan sonra mütləq şəkildə dərzi ilə birlikdə həmin modelin ülgüləri üzərində ətraflı müzakirələr aparırıq. Ülgünün necə qurulacağı, hansı formada olacağı, silüetin bədən üzərində necə oturacağı dəqiqliklə planlaşdırılır. Daha sonra bu müzakirələr əsasında ülgülər hazırlanır və ilkin olaraq nümunə geyim tikilir. Bu nümunə mərhələsi bizim üçün çox önəmlidir. Çünki burada həm formaya, həm də ümumi görünüşə qiymət verilir. Əgər nümunə bəyənilirsə və istədiyimiz nəticəni verirsə, artıq əsas parçanın üzərində işləməyə keçirik.
Bu mərhələdə istifadə olunan parçalar da xüsusi seçim əsasında müəyyənləşdirilir. Buraya milli motivlərimizi əks etdirən xalça naxışı parçalar, kəlağayıdan ilhamlanan materiallar və xüsusi olaraq dizayn etdiyimiz parçalar daxil ola bilər. Hər bir parça seçimi modelin ideyasına və ümumi konseptinə uyğunlaşdırılır. Sonra fitting mərhələsi gəlir. Model üzərində geyim yoxlanılır və düzəlişlər edilir. Bu mərhələdə balans qurulur. Forma, uzunluq, hərəkət. Sonda isə ümumi obraz tamamlanır. Aksesuarlar seçilir, bütün elementlər bir-biri ilə uyğunlaşdırılır. Bu proses tək başına baş vermir. Komanda ilə birlikdə həyata keçirilir. Hər kəs öz sahəsində bu işə töhfə verir. Mənim üçün vacib olan odur ki, bütün bu mərhələlərdə ilkin ideya itirilməsin. Çünki başlanğıcda yaranan fikir son nəticədə də hiss olunmalıdır. Prosesin davamında biz artıq modellər üzərində baxış keçiririk. Hazırlanan nümunələr model üzərində yoxlanılır. Oturuşu, forması və ümumi görünüşü qiymətləndirilir. Zəruri hallarda düzəlişlər edilir və bundan sonra geyim tam şəkildə tamamlanır. Beləliklə, bu mərhələ rəssam işindən başlayaraq dərzi və əl işi ustalarının birgə fəaliyyəti nəticəsində ideyanın real, canlı və geyilə bilən bir formaya çevrildiyi ən əsas mərhələdən biridir.